Hər vaxtınız xeyir, inşallah ki, yaxşısınız. Bildiyiniz kimi artıq çərçivə çıxdı. Düzdür, mənim dərslərdən ancaq vaxtım oldu çərçivəyə baxmaq. Deməli, çərçivədə bəli, yeniliklər çoxdur. Yeniliklər çoxdur deyəndə əslində 5-6 mövzu yenilik var, əlavə edilən, çıxarılan və s. bunlardır. Məsələn, kurikulum və tarixdən qeyd edim ki, kurikulumda əlavə edilən mövzular əslində bizə onu göstərir ki, daha çox tətbiqə yönəlmək lazımdır, daha çox situasiyaya işləmək lazımdır və həmçinin tarixdən də çıxarılan, əlavə edilən mövzuları mütləq diqqətli şəkildə öyrənməlisiniz. Kurikulumda da bu arada çıxarılan mövzular var. Birinci mövzular məsələn çıxarılıb artıq. Əslində burada narahatlığa heç bir ehtiyac yoxdur. Çünki həmin mövzularla bağlı mən video formasında həmin mövzuların izahlarıdır, PDF-ləridir. Həmçinin həmin mövzularla bağlı sınaqlardır. Yəni göndərəcəm, işlədəcəm həmçinin. Səhifədə də bununla bağlı suallar paylaşacağam. Və hansı mövzular əlavə edilib, istəyirsiniz